Salam əziz şagirdlər, bugün mürəkkəb efirlər, yağlar, yuyucu vasitələr bölməsindən olan suallara baxacağıq. Birinci sualda bizə deyir ki, doymuş bir əsaslı karbon turşuları ilə doymuş bir atomlu spirtdən alınan mürəkkəb efir haqqında hansı ifadə doğrudur? Molekulları arasında hidrogen rabitəsi vardır. Xeyr, bu yanlışdır. Mürəkkəb efirlərdə biz molekullar arası hidrogen rabitəsi vardır deyə bilmərik. Qaynama temperaturu sinif arası izomerinə nisbətən yüksəkdir. Demək, bunların siniflər arası izomeri karbon turşulardır və onların qaynama temperaturu karbon turşularından aşağı olur. Qələvi mühitdə hidroliz etdikdə duz əmələ gəlir. Bəli, bu doğrudur. Mürəkkəb efirlər qələvi mühitdə hidroliz edən zaman duz əmələ gətirir. Ümumi formulu, yəni cavabımız olacaq C variantı. Amma digər variantlara da baxaq. Ümumi formulu SnH2n plus 2O2-dir. Mürəkkəb efirlərin ümumi formulu SnH2n O2-dir. Y variantının molekulunda 2 ədəd pi rabitə var. Əgər doymuş bir əsaslı karbon turşusu və doymuş bir atomlu spirtdən alınıbsa, o zaman onun tərkibində yalnız bu karboksil qrupu olan hissədə bir dənə pi rabitə olur. Başqa pi rabitəsi olmur. Ona görə cavabımız olacaq C variantı. İkinci sual. Mürəkkəb efirləri müəyyən edin. Birinci dimetil efiri. Bu sadə efirdir. Biri götürmürük. İkinci nitro birləşmədir. Bu da aid deyil. Üçüncü, bəli, bu demək metil butanatdır bunun adı və yaxud da ki, belə deyə bilərik ki, butan turşusunun metil efiri. Yəni, bu mürəkkəb efirdir. 3 götürürük. Dördüncü, bu duzlu mürəkkəb efir deyil, karbon turşularının duzudur. Beşinci isə, bəli, bu da mürəkkəb efirdir. O-NO2 qrupu olan birləşmələrdə mürəkkəb efir götürülür. Ona görə cavabımız olacaq 3, 5A variantı. Üçüncü sual. Hansı proses nəticəsində maye yağ bərk yağa çevrilir? Maye yağ bərk yağa hidrogenləşmə nəticəsində çevrilir. 3-də olur D variantı. Dördüncü, reaksiya haqqında doğru fikirləri müəyyən edin. Yağın sabunlaşma prosesini əks etdirir. Bəli, bu düzdür. Bu gördüyümüz birləşmə yağdır ki, onun da qələvi ilə reaksiyasının nəticəsində, yəni bu sabunlaşma reaksiyasıdır. Birincini götürürük. Dönən reaksiyadır. Xeyr, bu dönən reaksiya deyil. Bəlkə sabun alınır. Xeyr, əgər kalium duzudursa, bu zaman maye sabun olur. Bəlkə sabun o zaman olardı ki, ona natrium hidroksidlə qarşılıqlı, yəni təsir göstərilsin. Reaksiya məhsullarından biri gliserindir. Bəli, buradan gliserin alınır. Bir də ki, karbon turşusunun duzu alınır. Yəni, məhsullardan biri gliserindir, doğrudur. Cavab olacaq 1, 4, Y variantı. Sonra 5-ci sualda. 30 qram sirkə turşusunun efirləşmə reaksiyası nəticəsində 22 qram etil asetat alınmışdır. Reaksiyanın praktik çıxımını hesablayın. Demək, sirkə turşusuna, yəni CH3COH-dan alınıb etil asetat. Yəni CH3COO C2H5. 30 qram sirkə turşusu var və bizdən praktik çıxımını istəyir. Götürülən sirkə turşumuz 30 qramdır və biz bunun nə qədər çıxıma getdiyini bilmirik. O çıxımı x faizinə işarə eləyək. Yəni 30-un x faizi nə qədər eləyir? 0,3x demək ki, sərf olunubdur. 0,3x sirkə turşusu sərf olunanda 22 qram etil asetat alınıbdır. Sirkə turşusunun emeri 60, etil asetatın emeri 88. Buradan x-i tapırıq. X bərabərdir 50 olacaq. 5-də Y variantı. 6. Linol turşusunun trigliseridinin bir molekulunda olan pi rabitələrin ümumi sayını müəyyən edin. Linol turşusu C17, H31, COH-dır. İndi bunun trigliseridi deyirsə, gliserini yazırıq. CH2O, CHO, CH2O və buradan buna birləşdiririk. C17, H31, daha doğrusu burada CO qaldı. Bunu sileyim bir dənə. O, CO, bura turşu C17, H31-i birləşdiririk. Eyni qaydada digərlərinə də eyni şeyi tətbiq edirik. COO, C17, H31. Bu olur linol turşusunun trigliseridi. İndi bunun bir molekulunda olan pi rabitələrin ümumi sayını hesablamağımızı istəyir. Biz pi rabitə görürük. Bir burada, burada. Yəni 2 qatlardan biri pidir. 3 dənəsi buradadır. Qalan biz burada bu hissədə başqa pi rabitə yoxdur. İndi baxırıq turşu hissəsinə, yəni linol olan hissəsinə. Linol turşusunda biz bilirik ki, 2 dənə 2 qat rabitə var.
Bu da neçə dənə pi rabitə deməkdir? 2 dənə. Əgər birində 2 pi rabitə varsa, digərlərində də 2. Cəmi elədi 6. Əvvəldən də 3 var idi. Edəcək 9. 6 da A variantı. 7. Molekulunda bir ədəd vinil və bir ədəd karboksil qrupu olan turşunun metil spirti ilə əmələ gətirdiyi mürəkkəb efiri göstərin. Vinil radikalı budur. CH2, CH. Bunun karboksil qrupu ilə, yəni COH-la əmələ turşunu metil spirti ilə əmələ gətirdik. CH3OH. Mürəkkəb efir əmələ gələndə spirtdən H, turşudan da OH qrupu qopacaq. Spirtdən H, turşudan da bu OH qrupu qopur və bunun qopduğu yeri gəlir bu radikal birləşir. Tamamlasaq. CH2, CH, CO, bura gələcək nə birləşir? O, CH3. Yəni bu hissə O ilə oksigenlə birlikdə gəldi, birləşdi bura. İndi bizə nə istəyir? Mürəkkəb efirin adını müəyyənləşdirək. Bu mürəkkəb efirimizin adı metil akrilatdır. Yəni bu akril turşusudur bu hissə. Bu da metil qrupu. Metil akrilat olacaq. 7-də olur A variantı. 8. Etil spirti mürəkkəb efir əmələ gətirən maddələr etil spirtidir və doymuş bir əsaslı alifatik karbon turşularının homoloji sırasının ikinci nümayəndəsi. Demək, spirtlə C2H5OH. Doymuş bir əsaslı karbon turşularının ikinci nümayəndəsi olacaq sirkə turşusu. Birinci bilir ki, qarışqa turşusudur. İkincisi də olur sirkə turşusu. Efiri biz dedik ki, ayrılır spirtdən H, turşudan da OH. Su şəklində çıxacaq. Qalan birləşir CH3, COO, C2H5. Mürəkkəb efirin biz emerini hesablamalıyıq. Bunun emeri. Karbonları bir yerə yığaq. 4 dənə karbonumuz var. Hidrogenlərimiz 3, 5 dənə burada 8, oksigende 2 dənə. Karbonun kütləsi 12, 48 qram karbon var, 8 qram hidrogen var, 32 qram da oksigen var. Bunu toplasaq edəcək 88. 8-də olacaq C variantı. 9. 0,1 mol etil formiat efirinin tam yanmasından əmələ gələn karbon qazı ilə götürülmüş kalsium hidroksid məhluluna buraxdıqda neçə qram çöküntü alınır? Etil formiat efiri belə yazılır. Etil formiat. Yəni formiat turşusunun etil efiri. C2H5. Tam yanmasına əmələ gələn karbon qazı. Karbonların sayı qədər mol miqdarda karbon qazı alınacaq. Bizim də karbonumuz nə qədərdir? 3 dənədir. Demək 3 mol karbon qazı alınır. 1 molundan 3 mol karbon qazı alınırsa 0,1 molundan nə qədər olacaq? 0,3 mol karbon qazı. İndi bunu kalsium hidroksid məhlulundan buraxır. Kalsium hidroksid üstəgəl karbon qazı. Alınır kalsium karbonat, çöküntüsü və su. Əmsala da ehtiyac yoxdur. 0,3 mol karbon qazı reaksiya daxil olduqda neçə qram çöküntü alınır bilmirik. Amma 1 mol karbon qazı daxil olduqda alınır emeri 100-dür. Buradan da M bərabər olacaq 30-a. 9-da A variantı. 10-cu sual. Demək, Z maddəsini müəyyən etməliyik. Birinci X maddəmiz. X maddəmiz olacaq metil spirtinin mis-2 oksid iştirakında oksidləşməsindən alınır formaldehid. Bu oldu X. Formaldehidin də, yəni aldehidlərin gümüş piroksidin amoniyaklı məhlulu ilə oksidləşməsindən alınır karbon turşuları. Buna uyğun olaraq alınacaq qarışqa turşusu. Onun da etil spirti ilə reaksiyasından alınacaq qarışqa turşusunun metil efiri, etil efiri daha doğrusu. Yəni bu maddəmizin adı olacaq etil formiat. Yəni C variantı. 11. Eğer COOCH3 tərkibli mürəkkəb efiri molekulunda 2 dənə pi rabitə var. Aha, E radikalını müəyyən edin. Demək, biz bunu açıq şəkildə yazsaq, eğer COOCH3. Burada biz pi rabitəni bircə burada görürük. İndi bizə də deyir ki, efirdə ümumilikdə 2 pi rabitə var.
Pi rabitənin biri buradadırsa, biri də R radikalındadır. İndi baxaq, onu müəyyən etməyə çalışaq. Fenil radikalı bu formada yazırıq. Bu fenil radikaldır. Burada görürsünüz ki, 3 dənə pi rabitə var. Yəni bu zaman molekulda 4 pi rabitə olmuş olur. Ona görə A variantını götürmürük. Sonra vinil radikal. Vinil radikalını bu cür yazırıq. Burada neçə pi rabitə? Yəni CH2, CH-dır. Burada var bir dənə pi rabitə. Demək, R hissəmizdə, radikal hissəmizdə bir dənə pi rabitə var. Biri də bu turşu karboksil qrupu olan hissədədir. Cəmi 2 dənə pi rabitə olmuş olur. Demək, bizim R radikalımız vinil radikaldır. 11'də olur B variantı. 12. Hansı maddələr bütün yağların hidrolizindən alınır? Bütün yağların hidrolizindən alınacaq gliserin. Bu da olur ikincidə. 12 olur B variantı. Sonra 13. 0,2 mol etilen glikolu tam efirləşdirmək üçün lazım olan 6%li sirkə turşusu məhlulunun kütləsini müəyyən edin. Etilen glikolu tam efirləşdirmək. Etilen glikolun formulunu yazaq. CH2OH. CH2OH. Bu daxil olacaq. Yəni OH qrupunun sayı qədər. 2 mol sirkə turşusu ilə tam reaksiyaya daxil olur. Demək, 0,2 mol etilen glikol. Görək. Neçə qram sirkə turşusu ilə reaksiyaya daxil olur, bilmirik. Etilen glikolun amma 1 molu daxil olacaq 2 vurulsun 60. Yəni 120 qram sirkə turşusu ilə reaksiyaya daxil olur. Buradan tapırıq ki, X bərabər olacaq 24-də. Demək, bizdə nə istəyir? 6% sirkə turşusu məhlulun kütləsini istəyir. Demək, 24 qram nədir? Bu sirkə məhlulu nədən ibarətdir? Əgər sirkə turşusu məhlulu deyirsə, turşudan, sirkə turşusundan, bir də ki, sudan ibarətdir. Əgər bunun 24 qramı sirkə turşusudursa, indi görək ümumi, amma suyun nə qədər olduğunu bilmirik və bizə də ipucu verir ki, 6%li məhluldur. Yəni, burada məhlulda sirkə turşusunun kütlə payı 6-ya bərabərdir. Yəni, kütlə payında necə tapırıq? Turşunun kütləsini bölürük məhlulun ümumi kütləsinə, vururuq 100-ə bərabərdir 6. Buradan da tapacağıq ki, X bərabər olacaq 400. Demək, bizim məhlulumuzun kütləsi 400 qrama bərabər imiş. 13-də olur D variantı. 14. Demək, bu birləşmək üçün hansı ifadə doğrudur? Bərk sabundur. Xeyr, bu bərk sabun deyil. Bu sintetik yuyucu vasitədir. Ona görə 2-ni götürərik. Suda həll olur. Bəli, bu suda həll ola bilir. Sintetik yuyucu vasitə, bəli, suda həll olur. Kalsium hidrokarbonatla reaksiyasından suda həll olmayan maddə alınır. Xeyr, bu yanlışdır. Cavab olacaq 2, 3, 14-də Y variantı. 15. Hansı reaksiya tənliyi doğru deyil? Demək, burada efirləşmə reaksiyaları təsvir olunubdur. İndi bizdə deyir ki, hansı doğru deyil? A variantında baxırıq, turşu ilə spirt reaksiyaya daxil olub. Burada necə baş verəcək reaksiya? Demişdik, turşudan çıxır OH qrupu, spirtdən çıxacaq H. A variantında da baxırıq. H çıxıbdır. Demək, H çıxıb, RCOR. Yəni, bu əslində doğrudur. Yəni, H çıxıb turşudan, OH spirtdə, yəni bu cür forma alınması doğrudur. A variantı düzdür. B variantında RCOH, RCOH. Bu reaksiya demək, anhidridin, yəni turşunun anhidridinin alınmasıdır. 2 dənə turşu molekulu reaksiyaya daxil olur. Oradan turşunun anhidridi əmələ gəlir və su ayrılır. B variantı da doğrudur. Demək, C variantı RCOH sinklə reaksiya daxil olur. Bəli, C variantındakı reaksiya da doğrudur. D variantı RCOH gümüş piroksidlə reaksiya daxil olur. Aldehid alınır. Xeyr, bu yanlışdır. Bilirik ki, karbon turşularından yalnız qarışqa turşusudur ki, gümüş piroksidin amonyakda məhlullə reaksiya daxil olur. O da bu zaman aldehid əmələ gətirə bilməz. Əmələ gətirir karbon qazı, su, bir də ki, gümüş. Yəni, D variantındakı reaksiya doğru deyil. Y variantı da düzdür. Yəni, burada əvəz etmə, daha doğrusu, bəli, əvəz etmə reaksiyası baş verir. Daha doğrusu, mübadilə reaksiyası baş verir. Y variantı da doğrudur. Burada yanlış olan olacaq 15-də D variantı. 16. Hansı maddənin 0,2 mol sirkə turşusu ilə tam reaksiyasından 17,6 qram mürəkkəb efir alınır? Demək, 0,2 mol sirkə turşusu ilə
reaksiyasından 17,6 qram mürəkkəb efir alınıbdır. Bəs onda görə 1 mol sirkə turşusu ilə reaksiyadan neçə qram mürəkkəb efir alınar? Bilmirik. Mürəkkəb efirlərin formulu CnH2O2-dir. MR-ni yazaq 14N plus 32. Buradan tapaq N nəyə bərabərdir? N bərabər olacaq 4-ə. Demək, bizim mürəkkəb efirimizin molekulunda 4 dənə karbon atomu var. Və bu mürəkkəb efir turşu olaraq sirkə turşusundan alınıbdır. Və sirkə turşusunun da formulu CH3COH-dır. 2 dənə karbon burada var. Əgər 4-ün ikisi turşunun tərkibindədirsə, qalan ikisi də spirtin tərkibində olacaq və tərkibində 2 dənə karbonu alan bir atomlu spirt axtarırıq ki, bu da olur B variantında C2H5OH, 16-da B. 17. Akril turşusu və naməlum doymuş bir atomlu spirtdən alınan mürəkkəb efir molekulunda 10 hidrogen atomu olarsa, bu efir molekulunda cəmi neçə sigma və pi rabitə vardır. Demək, bizə nə deyir? Mürəkkəb efirin molekulunda 10 dənə hidrogen atomu var. Mürəkkəb efirlərində ümumi formulu CnH2NO2-dir. Burada 10 dənə hidrogen atomu var. Yəni hidrogenin sayı 2N bərabərdir 10-a, N bərabərdir 5. İndi akril turşusu və naməlum doymuş bir atomlu spirtdən alınır. Biz tapdıq ki, mürəkkəb efir molekulunda 5 dənə karbon atomu var. Və bu turşu olaraq mürəkkəb efir akril turşusundan alınıb. Akril turşusunun da formulu belədir. Burada neçə karbon var? 1, 2, 3 dənə. Demək, 5 dənə mürəkkəb efir molekulunda olan 5 karbonun 3-ü turşunun payına düşürsə, yerdə qalan ikisi də spirtin payına düşəcək. Bu zaman biz bu formulu necə yazırıq? Turşu olaraq CH2, CH, COO. Spirtimizdə də 2 karbon var. CH2, CH3, yəni etil spirti. İndi burada neçə sigma, neçə pi rabitə olduğunu istəyir. Pi rabitələrimiz biri burada, biri burada. 2 dənədir. 2 dənə pi rabitə var. İndi sigma rabitələrin sayını hesablayaq. Üzrlü sayım burada bir şey diqqətimdən qaçıbdır. Burada əgər turşu hissəmiz akril turşususa, yəni bu doymamış bir turşudur. Onda yəni bu formuldan getməyimiz tam olaraq düzgün olmur. Ona görə ən yaxşısı elə bizə deyir ki, mürəkkəb efir molekulda 10 hidrogen atomu var. Turşu olan hissəmiz CH2, CH, COH, yəni akril turşusu budur. Biz də bilirik ki, turşudan OH qrupu çıxacaq. Yerdə nə qaldı? CH2, CH, CO. İndi bu hissəyə də nəyi birləşdirməliyik? Spirti birləşdirməliyik. 10 dənə hidrogen atomu var deyil. 10 hidrogen atomunun 2/1, 3'ü buradadırsa, demək radikalımızda 7 dənə hidrogen atomu var. Tərkibində 7 hidrogen atomu olan radikalda C3H7 olan radikaldır. Yəni spirt budur, C3H7OH. Amma biz dedik ki, turşudan OH çıxır, spirtdənsə nə çıxır? H çıxır. H çıxdı. Bu oksigen olan hissədən gəlir, birləşir. Burası C3H7. Gör ki, molekulda 7, 8, 10 dənə hidrogen atomu olmuş oldu. İndi cəmi neçə sigma və pi rabitə var? Pi rabitələrin sayı 1, 2 dənə buradadır. 2 dənə pi rabitə var. Sigma rabitənin sayı da biz bu formulu bir yerə yıxsaq 3, 4, 5, C5, daha doğrusu C6, H hidrogenlərimiz oldu 10 dənə, oksigen də oldu 12 dənə. Və siklik olmayan birləşmələrdə ümumi atom sayından bir vahid əksik. Ümumi atomumuz sigma rabitə bərabərdir. Ümumi atom sayından, yəni 18-dən bir vahid əksik bizə verir. Siklik olmayan birləşmələrdə sigma rabitənin ümumi sayını 17. Yəni sigma olacaq 17, pi olacaq 2. 17 də C variantı. 18. Bərk yağın kütləsi M-dir. Tam hidroliz məhsullarının ümumi kütləsi M üstəgəl 3. Yağın nisbi molekul kütləsi isə X-dir. Demək, yağ, bərk yağ hidroliz edib. Hidroliz nədir? Yəni üstə su gələcək. H2O alınıbdır. Gliserin, yəni yağın, bərk yağın hidrolizindən gliserin və yağ turşusu alınır. Və burada yadınızda saxlayın ki, əmsal olaraq suyun qarşısında bir də ki, yəni suyun qarşısında 3 olur. İndi buna əsasən hesablayırıq. Bizə deyir ki, bizə baxın, deyir ki, bərk yağ M-dir. Hidroliz məhsullarının kütləsi, bu yağ M-dir. Hidroliz məhsulları nədir? Gliserin yağ turşusu. Bu M üstəgəl 3-dür.
Burada görürük ki, əgər M yağın kütləsidir, məhsulumuz da M plus 3'dür. Biz də bilirik ki, reaksiya daxil olan maddələrin kütlələri cəmi, reaksiyadan alınan maddələrin kütlələri cəmidir. Tutaq ki, bura bir X yazdım. Onda reaksiya daxil olan maddənin kütləsi cəmi, alınan maddələrin kütləsi cəmi ilə bərabərdir. Buradan da X bərabər olacaq 3. Gətirirəm, bu X'in qiymətini yerinə yazdım. İndi bizə nə lazımdır? Yağın nisbi molekul kütləsi. Yəni, bu X lazımdır. Suyumuzun emeri nə qədərdir? 3 vur 18, 54. Buradan da tapırıq ki, X bərabərdir 54 M böl 3. Yəni, 18 M-ə bərabər olacaq. 18-də olacaq C variantı. 19. Maddələrin qaynama temperaturunun artma sırasını müəyyən edin. Demək, burada mürəkkəb efir, karbon turşusu var. İkinci ilə üçüncü də karbon turşusudur. Bunlardan mürəkkəb efirlərin qaynama temperaturu karbon turşularına nisbətən daha aşağıdır. Ona görə mürəkkəb efirin qaynama temperaturu daha aşağı olacaq. İndi karbon turşularından hansı daha kiçikdir desə, karbon sayı az olanın qaynama temperaturu daha çoxdur. Yəni, daha doğrusu karbon sayı çox olanın karbon sayı artdıqca qaynama temperaturu artır. Yəni, hansının karbon sayı çoxdur? İkincidə 6 karbon var, üçüncüdə 4 karbon var. Karbonu çox olanın qaynama temperaturu da çoxdur. Demək, üçüncü kiçikdir, ən böyük olacaq ikinci. Olacaq 19-da A variantı. 20. Mürəkkəb efirin tam hidroliz nəticəsində 0,25 mol gliserin və 55,5 qram doymuş bir əsaslı karbon turşusu alınmışdırsa, turşu molekulunda olan hidrogen atomlarının sayını müəyyən edin. Mürəkkəb efir hidroliz edib. Yəni, hidroliz nədir? Üzərinə su gəlir. Alınır turşu və gliserin alınıbdır. Gliserin. Və biz bunu əmsallaşdırsaq, suyun qarşısına 3 düşəcək, turşunun da qarşısına 3 düşür. İndi deyir ki, 0,25 mol gliserin və 55,5 qram doymuş bir əsaslı karbon turşusu alınıb. Gliserinimiz 1 mol alınıb. Onda biz turşunun emeri nə qədərdir? Bilmirik. Əmsala da vururuq. 3M. Buradan hesablayıb tapırıq. M bərabər olacaq 55,5-i 0,25-ə və 3-ə bölsək, M bərabərdir 74. Demək, turşunun nisbi molekul kütləsi 74 imiş. Biz o formulu tərtib edək. Doymuş bir əsaslı karbon turşularının ümumi formulu CnH2n O2-dir. Yəni, 14-ün üstə gəl 32 bərabərdir 74. Buradan da M bərabər olacaq 3-ə. Bizdən də hidrogenlərin sayını istəyir. Formulumuz olur C3H6O2, yəni hidrogenlərin sayı olacaq 6. 20-də B variantı. 21. Tərkibində bir ədəd asimetrik karbon atomu minimum sayda karbonu olan doymuş bir əsaslı karbon turşusu siniflər arası izomeri olan efirin hidroliz məhsullarından biri gümüş güzgü reaksiyasına daxil olur. Hidrolizin digər məhsulunda olan hidrogen atomları sayını müəyyən edin. Demək, doymuş bir əsaslı karbon turşusudur. Tərkibində bir dənə asimetrik karbon atomu var və karbonların sayı minimumdur. Demək, buna bir tərəfdən karboksil qrupu birləşsin, bir tərəfdən hidrogen radikalı, bir tərəfdən metil, bir tərəfdən də etil radikalı birləşsin. CH2, CH3. Amma bizə bir şey deyir ki, bu doymuş bir əsaslı karbon turşusunun siniflər arası izomeri olan efirin hidroliz məhsullarından biri gümüş güzgü reaksiyasına daxil olur. İndi bu bizim oldu karbon turşumuz. Biz bunu tapdıq. İndi bununla siniflər arası izomer olan mürəkkəb efirin də molekulunda 5 dənə karbon atomu olmalıdır. Və həmin o mürəkkəb efirin hidroliz məhsullarından biri gümüş güzgü reaksiyasına daxil olur. Mürəkkəb efirin hidrolizindən turşu və spirt alınır. Spirtlər gümüş güzgü reaksiyasına daxil olmur. Turşulardan da yalnız qarışqa turşusu gümüş güzgü reaksiyasına daxil ola bilir. Onda bizim mürəkkəb efirimizin formulunu bu formada yazacaq. 5 karbon var. Bir karbonu getdi turşu hissəsinə. Qalan 4 karbon isə gedəcək spirt olan hissəyə. Hidrolizin digər məhsulunda olan hidrogen atomların sayını müəyyən edin. Demək, digər məhsulumuz olacaq 4 dənə karbon atomu olan spirtimiz. Bu da C4H9OH olur və hidrogenlərin sayı 9 üstə gəl 1 10-a bərabərdir. 21-də olur C variantı. 22. Spirt və karbon turşusu
reaksiya daxil olub alınan mürəkkəb efirin nisbi molekul kütləsi. Doymuş bir atomlu spirt və bir əsaslı karbon turşusu. Mürəkkəb efir və su. Spirtin nisbi molekul kütləsi M, turşunun nisbi molekul kütləsi M üstəgəl 14. Suyun da emeri 18-dir. İndi bizə mürəkkəb efirin nisbi molekul kütləsi lazımdır. Və demək, bilirik ki, reaksiya daxil olan maddələrin kütlələri cəmi alınan maddələrin kütlələri cəminə bərabərdir. Reaksiya daxil olan maddələrimizin kütləsi M üstəgəl M plus 14 bərabərdir. Alınan maddələr X üstəgəl 18-ə. Buradan da bizə X lazımdır. Hesablayırıq 2M plus 14 çıx 18 bərabərdir X-ə. 2M minus 4 bərabərdir X. Cavab olacaq 22-də D variantı. 23. Reaksiyaya daxil olan maddələr turşu və spirt. Alınan mürəkkəb efirin kütləsi və alınan suyun kütləsini veribdir. Demək, turşu və spirt reaksiyaya daxil olub alınır mürəkkəb efir və su. Demək, turşumuzun molyar kütləsi 60-dır. Amma spirtin molyar kütləsini bilmirik. İndi baxaq, başqa bizə nə verib? Suyu verib 3,6. Amma turşunun molyar kütləsi 60-dır. Amma alınan suyun kütləsi 3,6-dır. Alınan mürəkkəb efirin kütləsi 20,4-dür. İndi biz bu verilənlərə əsasən mürəkkəb efirin emerini hesablaya bilərik. Suyun emeri bilirik ki 18'dir. Mürəkkəb efirinin emerini isə bilmirik. M-lə işarə eləyək. Buradan tapacağıq ki M bərabər olur 102'yə. Onda bizim mürəkkəb efirimizin formulu nədir? CnH2NO2. Emer 14'ün üstəgəl 32 bərabərdir 102'yə. Buradan da hesablayıb tapacağıq ki N bərabər olacaq 5'ə. İndi bizdən nə istəyir? Spirtin molyar kütləsini hesablamaq. Turşumuzun molyar kütləsini verib 60. İndi biz buradan turşunun formulunu tapaq. Bir əsaslı karbon turşularında formulu CnH2NO2. 14N plus 32 bərabərdir 60'a. N bərabər olacaq 2. Demək, bizim mürəkkəb efiri əmələ gətirən turşumuzun tərkibində karbonların sayı 2'dir. Mürəkkəb efirimizdə də ümumi 5 dənə karbon var. Əgər 5'in ikisi turşunun payına düşürsə, qalan 3'ü də olacaq spirtin. Demək, spirtimizin formulu N bərabərdir 3. Yerinə yazsaq C3 H7OH. Bunun da emerini tapırıq. Emeri olacaq 60. 24. Stiarin turşusunun gliserinlə reaksiyasından demək, buradan alınan X maddəsi natrium hidroksidi suda məhlulu ilə reaksiyaya daxil olur. Reaksiyaları yazaq. Birinci reaksiyamızda C17 H35 COH. Bunun gliserindən, yəni CH2OH, CHOH, CH2OH-la reaksiyası 3 moldur. Alınacaq gliserindən OH qrupundakı hidrogenin birinin yerinə gəlir, birləşir COO, C17, H35. Eyni qayda üzrə digərlərinə də CHO, COO, C17, H35 və CH2O, CO, C17, H35. Və alınacaq buradan su. Sonra bu bizim olur X maddəmiz. Buna da natrium hidroksidi suda məhlulu təsir göstərsək, bu X maddəmizə natrium hidroksidi suda məhlulu təsir göstərsək, stiarin turşusunun natrium duzu çıxır və qalır gliserin. Yəni CH2OH, CHOH, CH2OH. İndi bu Y maddəsini tapdıq. Bu oldu Y. Bunun üçün hansı ifadələr doğrudur? Zəhərli maddədir. Xeyr, gliserin zəhərli deyil. Bəlkə sabundurmu? Xeyr, spirtdir. 3 atomlu spirtdir, bəli. Yağların hidrolizindən alınır, bəli. Yağların hidrolizindən gliserin əmələ gəlir. 24'də olacaq 3, 4. 25. Hansı turşular bərk yağ əmələ gətirir? Bərk yağı əmələ gətirər ali karbon turşularından, məsələn, palmitin turşusu,
C15H31COH. Üçüncü, sonra stearin turşusu C17H35COH 3,5. Bunlar bərk yağ əmələ gətirir. Başqa da uyğun gəlmir buradan. 25-də də olacaq 3,5. Demək, mürəkkəb efirlər, yağlar, yuyucu vasitələr mövzusundan olan suallara baxdıq. Ümid edirəm ki, bütün suallar sizə aydın oldu. Hər hansı bir qaranlıq məqam qalarsa, rəylərdə fikirlərinizi ünvanlaya bilərsiniz. Özünüzə yaxşı baxın. Növbəti videoda görüşərik.